Bezmişəm vallah. Darıxıram vallah. Çox darıxıram həm də. Artıq çox güman ki, may ayında bu sümsüyü götürəcəklər. Mən də 3 ay ərzində gələcəyəm. Mənim çox şey təmin olunmalıdır. Təhlükəsizlik, çox şeylər var. Üstəlik İlham necə gedəcək? Qarşıdurma nə qədər olacaq? Nə bilim nələr? Bəlkə elə qarşıdurma zamanı məni aparırlar. Mən özümə bağlı adam deyiləm. Öz ağlımla gedim, neyniyim, nə varım artıq. O, Alman hökumətinin bildiyi işdir. Artıq. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, artıq hazır olun, şad xəbərlər gələcək və qabil gələcək. O günə hazır olun, o günə hazır olun. Getdik. Dəyərli həmvətənlərim, mən xəbərlər deyirəm də sizə, bunları bir-bir paylaşın, kəsin, mənə də atın, mən də paylaşın. İlham Əliyevin İrana qarşı, növbəti xəbər deyirəm, növbəti məlumatı. İlham Əliyevin İrana qarşı sərt açıqlamalarından sonra bölgədə gərginlik artıb və İlham Əliyev dəhşətli dərəcədə qorxudadır. Bunun fonunda Bakıda xüsusilə neft sənaye obyektlərində neft yataqları, neft emalı zavodları və digər enerji infrastrukturlarında təhlükəsizlik tədbirləri gücləndirilibdir. Daxili qoşunların xüsusi təyinatları 24 saat rejimdə fəaliyyət göstərirlər. Onlar zavodun, bütün zavodların, şirkətlərin ərazisində silahlı mühafizəni təşkil edir. Şirkətlərin giriş-çıxışlarında nəzarət tədbirləri artırılıb, işçilərin yoxlanması daha da ciddi şəkildə həyata keçirilir. Azərbaycandan İrana qarşı hansısa hücum olarsa, ən birinci neft daşları və neft emalı zavodları vurulacaq. Bundan başqa, İlham Əliyev Bakıda bir çevriliş abu havası da var. Amma hələ tez olsa da, zaten bir neçə həftə, ya sayılı aylar qalıbdır. Bundan da qorxaraq İlham Əliyev Bakıya çox böyük qüvvə toplamağa çalışır. Narahat olmayın. Elə generallar xalqa tərəf keçəcək ki, elə nazirlər xalqa tərəf keçəcək ki, dünyanın elə bir gücləri bizi dəstəkləyəcək ki, özünüz şoka düşəcəksiniz. 1. Boludakı kolordu Azərbaycana gələcək. Hakimiyyət dəyişikliyinin, hakimiyyətin ötürülməsinin qansız, qadasız keçməsi üçün. 1. 2. İlham Əliyevin may ayının 5-i 10-u arası dünyanın hansısa bir ölkəsində, bəlkə də Türkiyədə böyük qüvvələrin toplantısı olacaq. Orada İlham Əliyev üçün düymə basılacaq və düşünüləcək ki, 3 gün ərzində İlham Əliyev 3 gün ərzində hakimiyyəti tərk etməlidir. 3 gün ərzində İlham Əliyev hakimiyyəti tərk eləməlidir. Düşünüləcək, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım.